Yadigar qalan bir dənə Gülçindir. Həyatım boyu Gülçini elə böyüdəcəm ki, Gülçin bilməsin ki, anasızlıq nədir. O qədər travma yaşayıb ki, uşaq. Yuxu gördüm, mamamı gördüm, mamam belə idi. O travma yaşadıqca mən də yaşayıram. Müharibənin ən dəhşətli üzünü görənlərdən biri də bu balaca qızcığazdır. 5 yaşlı Gülçin İsmailova gözlərini dünyaya savaşın ən qızğın günlərində açıb. Anadan olmasından 22 gün sonra, oktyabrın 28-də anası Tükəzban Mirzəliyeva və babası Çərkəz Mirzəliyev Bərdənin bombalanması zamanı şəhid olub. İki canlı idi, qorxurdum, deyirdim 5 il idi, uşaq olmurdu, nəsə ola bilər. Oğlum da hər birəydə ağlıma hər fikir gəlirdi. Həkimə Bərdədə olmalı idi uşaq. Qorxdum, dedim atarlar, eləyərlər, apardıq Qəbəliyə. Orada qutardı. 26 gün idi oktyabrın. Bacım oğluma icazə aldı. Yarım günlükdə 5 il uşağı olmurdu. Buna icazə aldı, götürdü, apardı. Yoldaşını gördü, uşağı gördü. Biz axşamüstü qayıtdıq. 28 gün bacım oğlu zəh vurdu. Xala, atdılar. Dedim, bildim bala, səhərdən dəli olmuşum. Gəldi, düşdü Bərdiyə Pajarının kurukuna. Çərkəz dayı oradaydı. Hamı tökülüb banisadadır. Da demir Tom oradadır. Biz Toma deyirik Tükəzbanı. Getdi, ağlaşma, əyin, bəyin, yuada götürülür. Demə hələ Çərkəzim idi, rəhmətliyin banisadaymış. Birinci Tomanı gətiriblər. Yuada özüm girdim. Heç nə yox idi, bir dənə. Gül kimi. Elə bir yatmışdı.